Xuraman Şalı virusa yoluxduğunu açıqlayıb. Demokratas xəbər verir ki, ifaçı 4 övladının da xəstə olduğunu, virusun uşaqlarından ona keçdiyini bildirib. Bir həftədir xəstə idim, heç yaxşı deyildim, amma gecə səhnəm var idi deyə geyinib evdən çıxdım. Bir həftədir evdəyəm deyə nə varsa yemişəm. Baxıram ki, xəstə halımla 3 kiloqram kökəlmişəm. Bu necə olur? Çünki dərmanlar içirəm, amma sistem qoşdurmadım, səhv etdim. Mən xəstəliyi normalda tez keçirirəm. 3 gün çəkir. O da elə ayaq üstə. Amma indi elə vəziyyətdə idim ki, evdən çıxa bilmədim. Çox ağır xəstəlikdir. Xəstələnən kimi də sistem qoşdurun. Evdə uşaqların 4-ünün də qızdırması var idi, amma məndə olmadı. Dodağım uçuqladı. Heç yaxşı deyildim. Səhnəyə çıxdım. Gördüm ki, yox, rəqs edirəm, amma hiss edirəm ki, içimdə bir əsmə var, titrəyirəm. Hələ tam sağalmamışam, iynə vurdurmalıyam. Dostlarım inciməsinlər ki, ad günlərinə gəlmirəm. Kiməsə keçirə bilmərəm. Bugünkü səhnəm də əvvəlcədən danışılmışdı deyə getməli oldum. Çalışdım ki, insanlarla çox ünsiyyətdə olmayım. Əgər kiməsə bu virusu yoluxdurmuşamsa, məni bağışlayın.